yoldaşlar, Gəncədə iş var. Mən sizə bir neçə Gəncə işlərindən bəhs etmək istəyirəm. Amma bu demək deyil ki, Gəncədə olan işlər elə mənim sadalacağım elə bu 4-5 dənə işdən ibarətdir. Xeyr, bunları sadəcə bəzi cəhətlərinə görə sizinlə paylaşıram ki, xəbəriniz olsun ki, belə variantlar da var. Misal üçün, amma bu demək deyil ki, Gəncədə olanlar elə ancaq bu 4-5 dənə işdən ibarətdir. Gəncə böyük şəhərdir. Gəncədə misal üçün, bankda iş var, Xalq Bankda iş var. Regional təmsilçi işidir yoldaşlar. Tələbləri nədir? Ali təhsilli olun, şəxsi nəqliyyat vasitəniz olsun, ofis proqramlarında Excel-Word-də işləmə bacarığınız olsun, kompüter bilikləriniz olsun. Varsa, belə bir işə müraciət edə bilərsiniz. Ali təhsilli olmasanız da belə ona bərabər tutulan təhsil səviyyəniz olmalıdır yoldaşlar. Belə bir iş fürsəti var. Bankda karyera qurmaq bu iş fürsətindən dəyərləndirə bilərsiniz. Bundan əlavə fəhlə işi var. Umid Mağazalar şəbəkəsində, Gəncədə 18-50 yaşlı şəxslər üçündür. Fiziki cəhətdən sağlam olmalısınız. 700 manat civarında olan bir işdir. Bundan əlavə fəhlə işi Kontoxomda da var, Gəncə anbarında. Fiziki cəhətdən sağlamsınızsa, növbəli iş qrafikli belə bir iş var. Bundan əlavə Gəncədə baxıcı işi var. 1000 manatdan yuxarı ola bilir özdə bu iş. 55 yaşa kimi xanımlar üçündür. Hətta evli də olsanız, öz uşağınızı da gətirə bilərsiniz o evdə. Belə deyim, baxarkən 38 yaşlı kişiyə baxırsınız, qızı var, biri qızı var, yoldaşı vəfat edib, oğlan diabet xəstəsidir, ağır dərəcədədir, özünü idarə edir, görməklə bağlı məhdudiyyəti var, qışlarında tutulması var, belə bir variantdır. Gəncə şəhərindədir bu iş, qalmaqlıq bir işdir, yaxşı baxsanız da maaşda da arta bilər. Sonra paketləmə işi var, 15 manatlıq, daha dəqiq desək, istehsalatdır, belə bir işdir, qablaşdırma, dolum etiketləmə işidir, şampun fabrikinə lazımdır, 18-50 yaşlı şəxs olmalısınız, təcrübəli olmalısınız, xanım olmalısınız, 9-dan 5-ə qədər. Maaş da gündəlik və yaxud da aylıq danışıqlardan ola bilir. İşlər rəsmi bir işdir, yəni xəbəriniz olsun. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsə və hətta Gəncədə olan digər işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapma cəsədini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur.